Müəllim olmaq, keçmişin səsini bugünə gətirib, gələcəyə ümidlə ötürməkdir. Müəllim olmaq təkcə elm öyrətmək demək deyil, həm də şagirdlərə təbiəti sevdirmək, həyatın təməl prinsiplərinə maraq oyatmaq, müşahidə etmək bacarığını formalaşdırmaq deməkdir. Müəllim olmaq cəmiyyətə şəxsiyyət yetişdirmək deyil, gələcəyi qurmaq deməkdir. Müəllim olmaq, hər bir şagirdin qəlbindəki melodiyanı dinləyə bilməkdir. Müəllim olmaq, şagirdin səsinə yeni bir dil, qəlbinə yeni bir dünya qatmaq, bir sözlə qapılar açıb, bir cümlə ilə sərhədləri aşmaqdır. Uşaqlar, bugünkü dərsimiz Məhəmməd Füzulinin söz qəzəlidir. Xəlqə ağzın sirrin, hər dəm qılır izhar söz. Bu nə sirdir ki, olur hər ləhzə yoxdan var söz. Müəllim olmaq, bəzən Füzuli beytində susmaq, Vaqifin misrasında isə danışmaqdır. Şagirdlər, dairənin sahəsinin tapılması düsturu sizə aydın oldu mu? Bəli! Riyaziyyat müəllimi olmaq, şagirdlərin ağlında bir düstur, qəlbində isə iz buraxmaqdır. Müəllim olmaq, bir qəlbi açıb dünyanın ən gözəl nağılını yazmaq deməkdir. Müəllim olmaq, bir baxışda gələcəyin parlaq insanını görməkdir.